Geçen ilin təxminən ya sentyabr ya da oktyabr oyunu olmalıydı, yanlış anlamamsa. O an dedim ki, mənim imtahana daha 2 il var. Yəni önümdə uzun bir period var. 2 il ərzində çox çalışa bilərəm, çox bacara bilərəm və daha çox qabağa gedə bilərəm. Amma halbuki işlər heç də planladığım kimi olmadı və artıq 3-4 ay vaxtım qalıb imtahana. Bəzən hətta da boşluqlarım olur. Bu gün aramızda 9 və ya 10-cu sinif yoldaşlarımız var bu videonu izləyən. Onlara bir tövsiyə videosu çəkəcəm. Onların yolunu keçdiyim üçün onlara mənim etdiyim səhvləri etməmələrini və nələr etməli olduqlarını, qısaca 10-cu siniflərini necə dəyərləndirməli olduqlarını haqqında bir video çəkəcəm. Əvvəla bizim 10-cu sinifimiz 4 perioddan ibarətdir. Payız bölümü, qış bölümü, yaz bölümü və yay bölümü. Bugün bunlar üzərindən danışacağıq. İlk geldiğim bölümümüz, ilk periyodumuz payız bölümüdür. Payız bölümü zamanı ilk edilən yanlışlardan biri bloka getmək, buraxılışa getməmək səhvləri olur. Elə valideynlər var ki, uşaqlarını bloka 11-ci sinifdən qoyurlar, sanki çatdıracaqlarmış kimi. Bax, hər nə qədər fitri istedadın da olsa, hər nə qədər yaxşı oxuyursansa da, bir ilə bütün proqramı blokdan bitirməyin hardası imkansızdır. Təsəvvür sən 5 illik dərsi 1 ilə öyrənməyə çalışsan, hardasa normaldan daha 5 qat daha sürətli getməsən. Məsələn, o vaxtı gündə 1 paragraf verirdisə və sənə 5 paragraf verəcək. İndi özün təsəvvür elə. Hələ ən azından 2 il gedib 1-ci ili bitirib 2-ci il təkrarlama şansın olur, amma 11-də sadəcə 1 şansın olur. Ona görə əgər imkanın varsa, həm buraxılış fənlərindən, həm də blok fənlərindən hazırlığına getməyini tövsiyə edirəm. 10-cu sinif və ya 9-cu sinif yoldaşlarıma tövsiyəm nə olacaq? Bacardığınız qədər və blok buraxılış sınaqlarına getməyinizi istəyirəm. Çünki mən edə bilməmişdim. Məsələn, nəticə mən 1-ci dəfədə bloka getdim bu il. Nəticələrinizi bilməyiniz daha yaxşı olur. Ən azından özünüzü tanıya bilirsiniz. Yəni ki, məsələn, mən hal-hazırda hansı səviyyədəyəm. Yəni heç deyilsə, məsələn, ilin əvvəli 10-cu sinif olduğumu varsayıram və ya 9-cu sinif fərq etməz. Bloka məsələn bir ilin əvvəl get, bir də get ilin axırı belə. Buraxılışa da məsələn 1 aydan bir 9-cu sinifsə zaten bilirsən. 10-cu sinifsə də 2 və ya 3 aydan bir yenə də ilin əvvəli, ilin axırı gedə bilərsən. Sinifindən asılı olmayaraq bu bütün siniflərə, hətta bütün gənclər üçün tövsiyə etdiyim şeydir. Bir cib dəftərin olsun məsələn. Oraya məsələn yazacaqsan ki, məsələn səhər saat 10-da biologiya, məsələn, səhər saat 10, gecə saat 12-də nə bilim kimya, nə bilim günorta saat 6-da fizika. Yazacaqsan not dəftərinə və artıq məsələn sən evə gedəndə başın qarışıq olmayacaq. Gedib istədiyin fənni sırası ilə çalışa biləcəksən. Yəni çox tövsiyəm olar ki, bir 40 vərəqlik, 80 vərəqlik və ya 100 vərəqlik bir not dəftəri tuta bilərsiniz. Gəldik qış bölümünə. Qış bölümü nə etmək olar, necə çalışmaq olar, indi onlara keçəcəyik. Qış bölümündə ümumiyyətcə tətillər çox olur. Həmin vaxtda mən tətillərdə bir şey müşahidə etdim. Daha çox oxuyub mövzu cəhətdən rəqiblərimi daha çox keçə bilərdim. Qış dönəmində edə biləcəyin ən yaxşı şey tətillərini yaxşı dəyərləndirmək olardı. Tətillərdə ya əgər qabaqdasansa, məsələn, dərslərdə bir təkrarda bir problemin yoxdursa, qabaq mövzuları öyrənə bilərsən. Qabaq mövzulardan zəifsənsə və ya qabaq mövzuları öyrənmək istəmirsən, keçmişdən boşluqların varsa gedib boşluqlarını doldura bilərsən. Bax, tətillər əslində bizim dincəlməyimiz üçün yox, bizim boşluqlarımızı doldurmağımız üçün, rəqiblərimizə çatmağımız üçün verilən bir fürsətdir. Və kim bu fürsəti ən yaxşı dəyərləndirsə, həqiqətən də qabağa gedən o olacaqdır. Bir digər məsləhətim, bilirəm qardır, bilirəm soyuqdur, bilirəm borandır, amma hazırlıqlardan qalmayın. Çalışdığınız qədər, xəstə də olsanız, dərman atıb bu hazırlığa getməyə çalışın. Çünki hazırlığa getməsən, o dərsdən istər-istəməz, yəni nə qədər özün də oxusan, müəllimin başı salmağı ayrı bir şeydir. Sənin tək oxumağın ayrı bir şeydir. Məsələn, elə bir səviyyəyə gələr ki, məsələn, heç ayağa dura bilmirsən, onda bu başqa məsələ. Amma məsələn, əhvalın var, məsələn, yüngülvari təzyiyi düşəndə, yəni hazırlığa getməyən tiplər var yəni. Ətrafınızda vardır hər halda. Yəni necə deyim, bu cəhətdən bax ki, valideynin verdiyi ödəniş də boşa çıxır buna. Sən bir şey qazanmış olmursan, itirən yenə valideynin olur. Yəni dediyim kimi, çox ağır vəziyyətlər yaranmadıqda, xəstə olmadıqda hazırlıqdan qalmaq. Bir digər maddəmiz bayaqki maddənin təkrarı olacaq. Yenə mövzu da önə keçməyi tövsiyə edirəm. Vaxt varsa, məsələn, müəllim bir dərsin üstündə qaldısa, sən yes, bu gün dərs yoxdur, oxumayacam. Eləmə. Get qabaqdakı mövzunun yüngülvari bir vərəqələ. Məsələn, aç ginən bir vərəqələ ginən ki, məsələn, oxudun onu. Məsələn, sabah da gedirsən, müəllim başa salır təkmilləşdirmə. Super, ağlımda qaldı.
Və nə bilim qəşəng öyrəndin qaydanı, hazırda keçmişsiniz, bu il təkrar gedirsiniz də. Onu neyinə? Aç testlərini yaz. Müəllim gələn dərs verin, sən deyirsən ki, hə, mən relaksam da, mən rahatam ki, testlər də hazır, qayda da hazır. Keçim o birisi dərslərə. Beləliklə həm aylıq imtahanlarda nəticəni artıra biləcəksən, həm də ümumiyyətlə stresli olmayacaqsan. Sən zaten hazırsan, özünü daha xoşbəxt hiss edəcəksən. Gəldik kilit noktalardan birinə, yaz bölümü. Yaz bölümündə nə etmək olar? Yenə də bax, yaz tətilində böyük tətillərimiz olur. Novruz bayramıdır, çərşənbələrdir. Bax, bu tətillərdə gedib oynama, gedib tonqal falan qalama. Get bu tətilləri ən səmərəli bir şəkildə istifadə etməyə çalış. Demirəm, özünü çox da məhrum qoyma. Amma özünü dərsdən də məhrum qoyma. Yəni ən azından gündə bir məsələn 2 saat dərslə məşğul ola bilərsən. Bir 20 gün, 10 günlük tətillər olur. Elə olur ki, məsələn müəllimlər həmin həftə hazır keçmir. Şəxsən biz deyilik. Bax o hazırlıqlarda məsələn 1-2 mövzu, 3 mövzu qabağa keçə bilərsən. Ya da məsələn keçən dərsi məsələn oktyabr ayında bir dənə dərs vardı. Məsəl üçün fizikadan ataqda məsəl üçün rəqslər dərsi. Bax rəqslər dərsində mən zəif dedim məsəl üçün. Gedirəm rəqsləri açdım, öyrəndim, testlər yazdım, boşluğu bağladım. Mənim boşluğum getdi. Yəni tətillər olmasa da o boşluğu bağlamaq biraz çətin məsələdir. Həqiqətən də dediyim kimi tətillər bizim üçün çox gözəl bir şansdır. Bundan da maksimum dərəcədə istifadə etməliyik. Əlbəttə 11-ci sinif yoldaşlarım bilirəm, sizə tətil yoxdur, sizə bayram yoxdur. Var gücümüzlə qara nəfəs oxumaq zorundayıq, amma gələn ilin bu vaxtlarını bir də təsəvvür edin. Yəni gələn ilin bu vaxtları nə edirsiniz, onu bir təsəvvür edin. Sonra deyəcəksiniz ki, oxumağa davam edin. Gəldik 9-10-cu sinif yoldaşlarıma. 9-cu sinif yoldaşlarım bilirəm bu dəqiqə heç ixtisas haqqında düşünməyiblər. Bir çoxluğunu deyirəm, bəziləri düşünüblər. Çox rahatdılar bu dəqiqə, əminəm. 10-cu sinif yoldaşlarım da dedilər ki, arada bir dönəm var ki, mən elə deyirdim. Arada bir ilim var, bu bir ildə biraz az oxuyub, 11-ci sinifdə çox oxuyaram. Təəssüf ki, işlər elə də getmir yəni. Çalışdığınız qədər boşluqlarınızı doldurmağa çalışın. Və yaz dönəmində ən çox gördüyüm şeylərdən biri budur. Heç bir fənni saxlama. Məsələn, 9-cu sinifsənsə, çox güman ki, bilirəm ki, buraxılış imtahandan sonra fənləri saxlayacaqsan. Saxlama, get cinən 10-cu sinifə başla, 3 ay ən azından öyrənərsən. Və 10-cu sinifdə elə yoldaşlarımız var ki, məsələn, blokda məsələn müəllim 1 ay artıq keçsə, iyun ayını saxlayacaq, deyirlər, tətildir, dincəlmək istəyir. Deyirlər, saxlayırlar. Məsələn, mənim özüm kəndə getdiyimə görə 15 günlüyünə saxlamaq məcburiyyətinə qaldım. Ona görə də məsələn mövzuca dala qaldım. Məcbur da nə etdim? Yayda oturdum, həmin mövzuları öyrəndim. Halbuki o vaxtda bəlkə də başqa şeylər edə bilərdim. Ancaq necə deyim, boşluqlarım vardı və onları doldurmaq zorundaydım. Gəldik yay dönəminə. Son və ən əsas yay dönəmimizdir. Sənin talihini təyin edəcək bir dönəm də ola bilər. Yay dönəmi, xüsusən də 9-dan 10-a keçənlər və ya 10-dan 11-ə keçənlərin yay dönəmi. Məsələn, indi hal-hazırda biz yay dönəmindən çıxdıq. Yay dönəmində nə edəcəklərini də deyəcəm, yəni onun üzərinə maddələr yazmışam. Yəni dediyim kimi, yayda hazırlıq da olsa çıxma. Xahiş edirəm, çıxma. Çünki necə deyim, yayda öyrənəcəyini il boyu öyrənə bilməyəcəksən, mümkünatı olmayacaq. Yox, əgər müəllim bütün yay keçsə, tətil verməsə, onda başqa məsələn, çıxıb avqustda dincələ bilərsən. Məsələn, deyək ki, imkanın olmadı və ya mənim kimi kəndə getmək zorunda qaldın. Boşluqlarını doldur. Yayda sənə qəşəng bir vaxt verirlər. Gündə məsələn olsun 30 dərs. Bax 30 dərs də yüksəkdir deyə, məsələn 30 verək. Belə bir gündə 30 verək, nə olur? Onu bölürsən 30 günə, gündə bir vərəqdən yazırsan, edirsən, heç 15 dəqiqəni çəkməz yəni. Belə görürsən ki, qurtardı. Şəxsən mən yəni bu sayədə biologiyada məsələn boşluqlar vardı, onu doldurdum. Bax telefondan maksimum az istifadə etməyi bir tövsiyə edirəm. Bax bilirəm, yaydır, oyun oynamaq istəyirsən, nə bilim, Instagramdır, TikTokdur, belə şeylərdə, proqramlardan istifadə etmək istəyirsən. Ancaq deyirəm ki, telefondan bacardığın qədər az istifadə et. Çünki, necə deyim, yayda ən çox çalışmamız, ən çox macəraya atılmamız olan fəsil yaydır. Bax, yayda bilsən nə eləmək var? Sadəcə dərs çalış demirəm. Çıx, məsələn, uşaqlarla futbol oyna. Neçə vaxtdır futbol oynamırsan, məsəl üçün. Çıx, girən bir yürüyüşə çıx. Musiqi qoy, bir saat, 2 saat yeri. Məsələn, aramızda var da, məsələn, təkili yoldaşlarımız var da, kök olan yoldaşlarımız var, mənim özüm. Yayda, məsələn, 9-dan 10-a keçəndə mən kök idim və yerişə çıxırdı, məsələn. Həm mahnı qulaq asmağı sevirdim, həm də yerişə çıxmağı sevirdim. İkisini birləşdirdiyində nə oldu? Dopamin patlaması. Yerişə çıx, nə bilim, minnətdarlıq günlüyünü yaz, səhər dur meditasiyanı elə, nə bilim, soğuk bir duş al və ya idmana yazıla bilərsən. Boş qalma yəni, fiziki işlərlə məşğul ol, yayını ən qısa, ən dəyərli şəkildə dəyərləndir.
Bir də qısa-qısa çalışmaların çox faydası var. Məsələn, mən gündə yayda bir dənə listing işləyirdim. Hər gün kəsintisiz. İndi bir dənə listing olsun 6 sual. Məsələn, 6-nı vur 90 günə. 540. 540 testi bir gündə işləmək mümkün deyil. Amma gördüm, günlərə böləndə nə qədər test deyil. Məsələn, kimyanın zəifdir məsələn. Bu gündən başla, məsələn, bu gündən olmasın, yay tətilindən deyəcəm. Yayda başla, məsələn, hər gün 10 dənə test. Bu gün 10 dənə işlədin, örtdün. Sabah 10 dənə işlədin, örtdün. Birisi gün 10 dənə işlədin, örtdün. Örtdün, vur indi onu 90-a. 900 test edir, düz demirəm. 900 testi bir günə heç keçdim, bir həftəyə belə işləmək çox çətin məsələdir. Amma ən azından işləyən sənə, işləməyən sənə nisbətinə baxanda sən 900 test ondan qabaqdasan. Bu da kifayət qədər böyük bir təcrübə eləyir yəni. Yayda başqa deyəcəyim ola bilər ki, zəiflikləri doldur. Zəif nöqtələrin varsa onları aradan çıxart. Çünki zəifliklərdən qaçmaq sənin o zəiflikləri doldurduğun mənasına gəlməz. Sən bir mövzu bilmirsənsə, sən o mövzudan qaçmamalısan. Çünki yenə də arxanca gəlməyə davam edəcək. Deyir, düşmənlə üzləşmədən o qapıdan keçə bilməzsən. Və dediyimiz kimi, məsələn, şəxsi inkişafla məşğul olan bir gəncsənsə, böyük ehtimalla deyirsən ki, bütün yay tətilimi dəyərləndirib. Yox. Sonunda bir 10 gün özünə istirahət verməyi tövsiyə edirəm. Çünki mən də vermədim və həqiqətən də sentyabrın əvvəli çox yorğun idim. Hazırlıqlarını təsəvvür edin. 2-ci həftəsidir. Dəhşət yorğun idim. Sonradan məsələn sentyabr ayında məsələn verimim düşdü. Oktyabrda da fizikaya yansıdı. İndi yavaş-yavaş məsələn oktyabrın son həftəsindən bəri toparlamağa çalışıram. Yəni deyəcəklərim bunlar ola bilər. Bəli, bugünlük videomuz bu qədər idi. 9-10-cu sinif yoldaşlarıma tövsiyə bir video çəkmək istədim. Əminəm faydalı bir video oldu. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Salamat qalın.